Salam, hörmətli tələbələr. Bugün mən yeni bir layihə etməyi planlaşdırdım. Deməli, dövlət qulluğu ilə bağlı qanunları tədris eləmək, onları izah eləməklə bağlı bu tədrisin bir hissəsini YouTube kanalında yayınlamaq qərarına gəlmişəm. Əgər kifayət qədər bu video baxış və bəyənmə toplasa, bunu davam etdirməyi planlaşdırıram. İlk olaraq Azərbaycan Konstitusiyasının və Konstitusiyada bütövlükdə deyil, əsasən tələbələrin səhv buraxdıqları və qarışdırdıqları 94 və 95-ci maddələri qeyd eləmək istəyirəm bugün. Bildiyiniz kimi bu maddələr Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlərlə bağlı maddələr olacaq. Ümumilikdə tədrisə keçməmişdən əvvəl mən qərar almışam. Ümumiyyətlə tədrisi mən çoxdandır mind map üzərindən qururam və hesab edirəm ki, bu tələbələrin, yəni zehin xəritəsi, tələbələrin strukturu, bütöv bir strukturu, qanunlar olsun, digər normativ aktlar olsun, onların qavranılması zehin xəritələri vasitəsilə, yəni mind maplər vasitəsilə qavranılması daha asandır. Gördüyünüz kimi təqdim eləmək istəyirəm. Yəni bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə 12 fəsildən ibarətdir. Siz bunu, bu quru sözləri burada vizual olaraq görürsünüz. Baxın, Azərbaycan Respublikasının Konstitusiyası, yəni bu hissə nəzərə almayaq. Azərbaycan Respublikasının Konstitusiyası preambula və biraz balacaladaq bunu. Deməli, preambula və keçid müddəaları öz yerində, bunlar da nəzərə alınmır. Əsas bölmələr, görürsünüz, ümumi müddəalar, əsas hüquq və azadlıqlar və vəzifələrlə bağlı 2-ci bölmə, dövlət hakimiyyətinə bağlı 3-cü bölmə, yerli özünü idarə etməklə bağlı 4-cü və hüquq və qanun 5-ci bölmə. Artıq biz bugün, mən sizə qeyd elədim ki, 94-95-ci maddələr, bunlar isə dövlət hakimiyyəti ilə bağlı olan bölmənin tərkib hissəsidir. Bunu da açaq, bunu da vizual olaraq görürsünüz. Artıq bu da 4 fəsildən, yəni 5-ci fəsildən başlayaraq 5-ci, 6-cı, 7-ci, 8-ci fəsillərdə öz əksini tapıb dövlət hakimiyyətinin ilə bağlı tənzimləmə məsələləri. Bizim bugün müraciət edəcəyimiz maddələr isə qanunverici hakimiyyəti, yəni Milli Məclislə bağlı məsələ olduğuna görə o 5-ci fəsildə, yəni qanunverici hakimiyyəti ilə bağlı 5-ci fəsildə yer alıb. Bu görürsünüz, vizual olaraq yəni qavramaq üçün nə qədər də asandır və siz artıq beyninizdə həkk olunur ki, Konstitusiyanın strukturu, quruluşu necədir. Sadəcə bunu ümumi giriş olaraq qeyd eləmək istədim. İndi keçək biz konkret olaraq bizi maraqlandıran maddələrə. Deməli, Azərbaycan Respublikası Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar. Bildiyiniz kimi, Milli Məclis ümumi qaydalar müəyyən eləyir və həll etdiyi məsələlər var, yəni məsələlər həll eləyir. Bunlar nə deməkdir? Biz bunları izah eləməyə çalışaq. Deməli, ilk olaraq biz Milli Məclisin müəyyən etdiyi ümumi qaydalara nəzər salaraq, yəni yenə bax, görürsünüz, zehin xəritəsi bizə imkan verir ki, biz tam onun strukturunu görək. Yəni burada 27 ümumi qayda var. Yəni qaydalar 27 bənd şəklində göstərilib. Bu həmin maddənin, yəni 94-cü maddənin birinci hissənin bəndləridir. Birinci hissəsinə qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən eləyir. Ümumi qaydalar 27 bənddən asılıdır, ibarətdir daha doğrusu. Birinci bənd, bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təsnifatı. Mən ilk əvvəl istəyirəm ki, siz qanunları əzbərləməkdən daha çox onun mahiyyətini dərk eləyəsiniz. Ümumi mahiyyətini və konkret ayrı-ayrı müddəaların mahiyyətini dərk etmək onları yadda saxlamağa kömək eləyir. Düzdür, daha çox müəllimlər mnemtik üsullarla sizin yadda saxlanmanızı istəyirlər. Bəli, yadda saxlamaq hüquqşünas olmayan
digər tələbələrə daha rahat gəlir və bu bizə tələbələrə test imtahanı zamanı mümkün variantlardan birini, düzgün variantı seçmək imkanı yaradır. Amma siz gələcəkdə müsahibə mərhələsində test mərhələsindən fərqli olaraq şəxsin, namizədin qanunları bilməsi ilə əlavə onun tətbiq etmə qabiliyyətini də yoxlayırlar. Yəni siz mahiyyətini anlamadan onu tətbiq etmək qabiliyyətiniz mövcud olmayacaq, mümkün olmayacaq. Buna görə də siz uğursuzluğa düçar ola bilərsiniz. Ona görə də hər zaman onun mahiyyətini dərk etməyə çalışmaq lazımdır. Mən də hər zaman tələbələrə, yəni birinci çalışdığım məsələ onların mahiyyətini izah etməkdir. Ondan sonra əzbərləmə üsulları hər bir kəsin yaddaşından asılı olaraq fərqli üsullardan istifadə edə bilərik. Amma mahiyyətini anlayandan sonra onu yadda saxlamaq da rahat olur və bu yadda qalma prosesi daha uzun müddəti əhatə eləyir. İndi qayıdaq bayaq deməli birinci hissənin birinci bəndində qeyd edilən məsələlər. Ümumiyyətlə qeyd edeyim ki, 94-cü maddədə Milli Məclis ümumi qaydalar müəyyən edərkən bu ümumi qaydaları qanunlarla müəyyən edir. Yəni qanun qəbul etmədən ümumi qayda müəyyən edilməsi mümkün deyil. Ona görə siz ümumi qayda ilə bağlı sual veriləndə hər zaman yadda saxlayın ki, ümumi qayda qanunlardan keçir. Yəni ümumi qaydanın müəyyən edilməsi ilə bağlı Milli Məclis qanunlar qəbul edir. Artıq qanunların hansı istiqamətdə, hansı sahələri əhatə etməsi, qanunların hansı sahələrə aid olunması artıq bu bəndlərdə öz əksini tapıb. Yəni aşağı-yuxarı hamısı, yəni burada ilk olaraq baxanda vizual olaraq görürsünüz, burada 26-27 bənd var və hesab edə bilərsiniz ki, bu yaddaş üçün yəni çox böyük köklü bir mənbədir, çətindir, amma yox. Bunlar aşağı-yuxarı hamısı, yəni qanunların sadəcə sahələr fərqlidir. Yəni qanunların qəbul edilməsindən bağlı sahələrdir. Əlbəttə ki, indi siz o sahələri əzbərləyib müəyyən edə bilərsiniz hansı sahələr, amma ümumi olaraq yadınızda qalmalıdır ki, bu qanunlarla bağlıdır və sadəcə bəndlər, yəni hüquq münasibətlərin ayrı-ayrı sahələrini bəndlər şəklində, yəni bizim konstitusiyamızda göstərilir. İlk olaraq vətəndaş hüquq və azadlıqlarına istifadə, bu hüquqların və azadlıqların dövlət təminatıdır. Bu hissədə siz konstitusiyada vətəndaş hüquq və azadlığı hissəsini öyrənmisiniz və bilirsiniz ki, orada insanların ayrı-ayrı hüquqlarından söhbət gedir. Tutaq ki, bərabərlik hüququ, yaşamaq hüququ, təhsil hüququ, məlumat almaq azadlığı. Bunlar, bu məsələlər, bu birinci bəndlə müəyyən olunur. Yəni Milli Məclisə belə bir səlahiyyət verilib ki, o konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarından istifadə və bu hüquqların dövlət təminatı ilə bağlı məsələlər həll etsin. Bu məsələləri necə həll edir? Qanun qəbul etməklə həll edir. Bəs bunun qarşısında da görürük ki, deməli bu məsələ ilə bağlı, hüquq və azadlıqlarla bağlı qanun qəbul edəndə bu qanunlar 63 səs çoxluğu ilə qəbul olunacaq. Görürsünüz, bu da vizual olaraq sizə necə rahatçılıq kəsb edir ki, artıq siz birinci bənddən danışarkən avtomatik ola bilirsiniz ki, bu birinci bənd 63 səs çoxluğu ilə qanunların qəbul edilməsi yolu ilə həll olunacaq. Daha doğrusu müəyyən olunacaq. Deməli, digər məsələ Azərbaycan Respublikasının prezidentinin seçkiləri, Milli Məclisin seçkiləri və Milli Məclisin deputatlarının statusu, bir də referendum görürsünüz. Burada artıq bunlar 83 səs çoxluğu ilə qanunlar şəklində müəyyən olunduğu buradan vizual olaraq görürsünüz. Deməli, digər bəndlər isə yenə də 63 səs çoxluğu. Sadəcə bu ortada deməli 83 olduğuna görə bunlar burada vizual olaraq biraz ayrılıb 63 bu 63. Yəni bunlar hamısı eyni məsələlərdir. Yəni 63 ilə həll olunan məsələlərdir. Sadəcə burada arada ikinci, üçüncü, dördüncü bənd 83 səs çoxluğu ilə olduğuna görə burada vizual olaraq biraz qırılma kimi biz görürük. Amma bu heç bir qırılma deyil. Bu, yəni bax bu birinci bəndin davamıdır. Bax bu 5-ci bənddən başlayan digər bəndlər. Yəni gördüyünüz kimi vizual olaraq burada da 63 səs çoxluğu ilə qanunlardan gedir söhbət. Yalnız yadda saxladığınız əsas məsələ bundan ibarət olacaq ki, siz ikinci, üçüncü, dördüncü bəndi, yəni
prezidentin seçkiləri, Milli Məclisin seçkiləri və Azərbaycan Milli Məclisinin deputatlarının statusu və referendumla bağlı məsələlərin 83 səs çoxluğu ilə qanunlar şəklində müəyyən edildiyini bilsəniz, artıq sizə rahat olacaq, biləcəksiniz ki, burada yalnız birinci maddə, yəni bunlardan qabaq gələn birinci bənd və deməli qalan bütün bəndlər artıq 63 səs çoxluğu ilə qanunlar şəklində müəyyən olunacaq. Yəni bunların müəyyən olunması üçün Milli Məclis qanunlar qəbul etməlidir. Yəni bunları biz yenə sadalaya bilərik, bir-bir istəyirsinizsə. Məhkəmə quruluşu və hakimlərin statusu, prokurorluq, vəkillik və notariat. Yəni bu nə deməkdir? Yenə deyirəm. Burada insan hüquqlarından bağlı qanunlar qəbul edilirsə, burada məhkəmənin quruluşu ilə bağlı qanunlardır. Hakimlər, bildiyiniz kimi, hakimlər statusu ilə bağlı qanun, prokurorluqla, vəkillik fəaliyyəti haqqında qanun var, notariat haqqında qanun var. Yəni bunu həll etmək üçün qanun qəbul etməlidir məclis və bunlar da deməli həmin qanunlar da bu sahə üzrə məsələləri tənzimləyəcək. Burada məsələn məhkəmə icraatı ilə bağlı, məhkəmə qərarlarının icrası, yəni sizi çaşdırmasın, yəni məhkəmə quruluşu, bu ümumiyyətlə məhkəmənin quruluşu ilə bağlı olan məsələlər. Burada sırf məhkəmənin artıq icraatı, prosesi necə aparması, məhkəmə qərarlarının ondan sonra artıq məhkəmə qərar qəbul etdikdən sonra qərarların icrası ilə bağlı məsələlərdir. Yenə də burada da adi məsələdir, qanun qəbul olunmalıdır bildiyiniz qədər kimi deməli icra haqqında qanun var. Yəni bunlar əslində hüquqşünas olmayan tələbələrin bir-bir bilməsinə ehtiyac yoxdur. Sadəcə indi deməli söz düşmüşkən mən bunları istəyirəm sadəcə olaraq sizə nəzərinizə çatdırıram ki, yəni bu hər sahə üzrə də qanunlar var. Məsələn, bələdiyyə seçkiləri ilə bağlı, bələdiyyə statusu ilə bağlı qanun var. Fövqəladə vəziyyət rejiminin müəyyən edilməsi, hər bir vəziyyətin rejiminin yəni necə müəyyən olunması qanun müəyyən edir. Dövlət təltiflərinə bağlı qanunlar var. Fiziki və hüquqi şəxslərin statusu ilə bağlı qanun, mülki hüquq obyektləri ilə bağlı, əqdlər, mülki müqavilələr, baxırsınız, mülki müqavilə və s. məsələlər nə ilə tənzimlənir? Mülki məcəllə ilə, bununla bağlı qanunlar qəbul olunur və s. Və bunları yəni siz əzbərləsəz də, yəni sahələri əzbərləyəcəksiniz. Ümumi olaraq isə biləcəksiniz ki, bu yəni qanunlarla bağlı məsələdir və 63 səs çoxluğu ilə qəbul olunur. Sırf yeganə olan 2-ci, 3-cü, 4-cü bölmələrdir ki, bunların qəbul olunması üçün, yəni bu sahədə qanunların qəbul olunması üçün 83 səs çoxluğu deməli müəyyən olunub. Və bu ümumiyyətlə səslərlə bağlı məsələlərdə bax beyninizdə, yadınızda qalması üçün yəni müəyyənləşdirin ki, bax bu 63 nə deməkdir? Hardan çıxdı bu 63? Deməli Milli Məclisin neçə deputat var? 125 deputat. 125-in yarısı 62 deputat, 62,5 eləyir. Amma deməli burada 63 səs, yəni yarısından çox səs. Yəni belə deyək, deputatların yarısı səs verməlidir. Yarısı səs vermək mümkün deyil. Yarısı 62 yarım deputat ola bilməz. Yəni bunu bir şəxs qədər yuvarlaqlaşdırıblar və 63 olur. Yəni təxminən yadınızda saxlayın ki, yəni Milli Məclisin deputatlarının, yəni Milli Məclisin yarısı səs versə bir məsələyə, qanuna artıq bu qəbul oluna bilər. Bu əgər bu sahə üzrədirsə. Amma burada fikir verin. Burada 83 nədir? Yenə bölsəz görəcəksiniz. Bu 3/2 hissədir. Yəni burada səs çoxluğu, bir də 95 səs var bildiyiniz qədərilə və bunlar hamısı hissələrlə ayrılır. Yəni ümumi olaraq burada yuvarlaqlaşdırma olduğuna görə yəni yarısı, 3/2-si, 4/3-ü yəni səslər müəyyənləşdirilib. Burada yəni ondan kənar heç nə yoxdur. 63, 83 və 95 var. O da digər konstitusiya qanunları və s. bağlıdır. Onu da siz digər hissələrlə bağlı öyrəndə biləcəksiniz ya da artıq bilirsiniz. Deməli, ikinci hissə burada nə deyir? Artıq bu ikinci hissədə deyiləni biz burada artıq vizual olaraq göstərmişik. Yəni bunu oxumağa ehtiyac qalmadı artıq. Yəni nə deyir burada? Burada deyir ki, bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. Yəni artıq gördüyünüz kimi vizual biz bunu baxdığımıza görə artıq ehtiyac olmadı bu hissə. Çünki bu hissədə göstərilənlər artıq mən burada göstərmişəm və burada onu öz əksini tapıb və artıq bilirsiniz ki, hansı hissədəki, hansı sahədəki qanunlar neçə səs çoxluğu ilə qəbul olunacaq. Bir də burada bir məsələ var. Deyir ki, bu maddənin birinci hissəsinə, yəni bax bu
birinci hissədir. Bunlar bəndlərdir, çaşdırmayın özünüzü. Bu birinci hissəyə, yəni bu maddə əslində elə birinci hissədən, bu bəndlər əsasən birinci hissəyə aiddir. Və ikinci, üçüncü hissədə bəndlər yoxdur. Yəni bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavə edilə bilər. Yəni bu sahələrin dairəsi Konstitusiya qanunu ilə genişləndirilə bilər. Burada 28-ci bənd ola bilər ki, və deyilə bilər ki, filan məsələlər, məsəl üçün yenə 63 səs çoxluğu ilə, çox güman ki, yəni burada hətta əlavə olunsa belə yenə bu 63 səs çoxluğu ilə qəbul olunacaq qanunlara düşəcək, qanunların payına düşəcək, daha çox nəinki burada göstərilən 83 səs çoxluğu ilə qəbul edəcək qanunların payına. Yəni bu hissəni hesab edirəm ki, biz kifayət qədər izahat verdik. İndi isə keçək 95-ci maddəyə. Burada isə Milli Məclisin həll etdiyi məsələlərlə bağlı məsələ öz əksini tapıb. Burada vizual olaraq görürsünüz ki, 20 bənd var. Yəni burada artıq birinci hissənin 20 bəndi var. Yəni deməli 20 bəndlə bağlı məsələləri həll edir Milli Məclis. Burada da bunu əvvəlcədən qeyd eləyək. Bayaqki 94-cü maddə ilə yəni analoji olaraq burada da Konstitusiya qanununa əlavələr edilə bilər. Yəni bu birinci bəndə əlavələr edilə bilər. Burada 20 bənddir. Bu daha çox ola bilər. Deməli, birinci, ikinci, üçüncü, dördüncü, beşinci, 63 səs çoxluğu ilə qanunlar. Burada fərq nədən ibarətdir? Burada fərq ondan ibarətdir ki, Milli Məclisin həll etdiyi məsələlər həm qanun şəklində, həm də qərar şəklində qəbul edilə bilər. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci bəndlər üzrə deməli, məsələləri həll etmək üçün Milli Məclis qanun qəbul edəcək və həmin qanun da 63 səs çoxluğu ilə qəbul edilməlidir. Yəni burada 95-ci maddədə yalnız 63 səs çoxluğu ilə qərarlardan gedir söhbət. Həm qərarlara, həm qanunlara münasibətdə 63 səs çoxluğundan. Yəni yarısı Milli Məclisin üzvlərinin, deputatların yarısı kifayət edir ki, bu sahə üzrə qanun qəbul olunsun, digər sahələr üzrə isə qərarlar qəbul olunsun. İndi biz baxaq görək, bayaqki ilə, yəni 94-cü maddə ilə, ümumi qaydalarla həll etdiyi məsələlər nə fərqi var? Baxın, birinci bənd göstərir ki, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili prezidentin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydaları nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, Azərbaycan Respublikası prezident təqdimatı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət. Deməli, bu məsələlərlə bağlı Milli Məclis qanun qəbul edəcək. Neçə səs çoxluğunun? 63 səs çoxluğu ilə. Burada Milli Məclisin işindən gedir söhbət. Sırf işinin təşkili. Yəni, Milli Məclis sessiyalarını necə deməli, keçiriləcək, məsəl üçün deyirəm. Yəni, orada qanunlar qəbul olunma proseduru necədir? Yaxud Milli Məclisin ümumiyyətlə digər məsələlərlə bağlı daxili işlərinin həll edilməsi ilə bağlı artıq burada da qanunların qəbul olunmasını nəzərdə tutur. Sonra prezidentin təqdimatı, diplomatik nümayəndələrin təsis edilməsi, məsəl üçün, misal olaraq deyək ki, hər hansı bir ölkədə indiyə qədər Azərbaycanın əlaqəsi diplomatik nümayəndəsi olmadığı bir ölkədə nümayəndəlik təsis edilməlidir. O zaman deməli, prezident təqdimat verir və Milli Məclis bununla bağlı qanun qəbul etməlidir. İnzibati ərazi bölgüsü, yəni bildiyiniz kimi, inzibati ərazisinə daxil olan bölmələrin, yəni biz bura daha çox əsasən rayonlar aiddir, şəhərlər aiddir və onların müəyyən edilməsi ilə bağlı qanunlar, hökumət arası müqavilələrdirsə, bunların təsdiq edilməsi, ləğv edilməsi, yenə Milli Məclisə həvalə olunursa, onunla bağlı qanunlar qəbul edildiyi zamanda dövlət büdcəsinin, yəni tez-tez görürsünüz, hər ilin sonunda dövlət büdcəsinin layihəsi təqdim olunur Nazirlər Kabineti tərəfindən Milli Məclisə və onlar
deputatlar yığışaraq buna baxırlar və onu yəni lazım bildikdə təsdiq edirlər. Bu da deməli 63 səs çoxluğu ilə qanunların qəbul edilməsi yolu ilə baş verir. Digər məsələlər isə tam bunlardan fərqlənir. Görəcəksiniz, bax, Azərbaycan Respublikası Prezidenti təqdimatı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin seçilməsi. Yəni bu prosesdə yadınızdadırsa necə baş verir? Yəni burada prezident 3 nəfərin təqdimatını verir, 3 şəxsin adını və Milli Məclis onların içindən birini seçir. Bu proses görürsünüz, seçilir. Seçmək üçün yəni qanun artıq qəbul olunması yol verilməzdir. Bu sayədə qanun yox, qərar qəbul edir ki, bu filan kəsi insan hüquqları müvəkkili olaraq seçdik. Sonra hərbi doktrinasının təsdiqi, Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan prezidentinin fərmanlarının təsdiqi, bax, müəyyən fərmanlar var ki, onların, yəni prezident tərəfindən verilməsindən sonra Milli Məclisin təsdiqinə verilir və onların təsdiq edilməsi də yenə qərarlar şəklində həyata keçirilir. Sonra baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi, Ali məhkəmə, apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi, baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsi, Konstitusiya Məhkəməsi təqdimatına əsasən yenə prezidentin impichment qaydasının vəzifədən kənarlaşdırılması, hakimlərin vəzifədən kənarlaşdırılması, yəni Azərbaycan Respublikası Prezidenti təqdimatına əsasən bunlarla bağlı görürsünüz, hamısı əsasən vəzifəyə təyin, seçilmə, bəzi vəzifələr seçilmədir, bəzi vəzifələr təyindir, bəzi vəzifələrə deməli ilə bağlı razılıq verilməsi, bu məsələlər artıq qərar şəklində və deputatların 63 səs çoxluğuna ehtiyac var ki, onlar qəbul edilsinlər, yenə deyirəm, qərar şəklində. Burada referendum təyin edilməsi məsələsini görürsünüz, referendum təyin edilməsi. Bax, bu yəni yadınızdadırsa 94-də, baxaq bayaq. Yadınızdadır, bax 4-cü hissəni görürsünüz, nə deyir? Ümumi qaydalarda referendum 83 səs çoxluğu ilə referendum. Bu nədir? Bu referendumun özü ilə bağlı məsələlərdir. Yəni referendum hansı formada olacaq? Onunla bağlı qanunun qəbul edilməsi. Bax, referendumun, yəni keçirilməsi ilə bağlı, referendumu müəyyən edən, onun müəyyənləşdirən qanunun qəbul edilməsi ilə bağlı məsələdir. Bu 83 səs çoxluğuna ehtiyac var və qanun şəklində. Belədir. Amma burada isə həll etdiyi məsələlərdə referendum deyil, referendumun təyin edilməsi. Yəni burada Milli Məclis sadəcə qərar verir ki, bax, onun da proseduru var da, biz ora deməli onunla bağlı danışmırıq. Sadəcə referendum təyin edilməsi ilə bağlı deyirik ki, Milli Məclis qərar qəbul edir. Deyir ki, referendum təyin edilsin, tutaq ki, filan vaxtı referendum keçiriləcək. Sadəcə referendum keçirilməsi, yəni təyin edilməsi ilə bağlı qərar qəbul edir. Artıq referendum hansı formada olması, hansı qərarların qəbul edilməsi yox, konkret olaraq referendum gününün, vaxtının belə deyək, təyin edilməsi ilə bağlı qərar verir 63 səs çoxluğu ilə. Sonra bildiyimiz kimi Milli Məclis eyni zamanda amnistiya ilə bağlı, amnistiyaya verilməsi ilə bağlı səlahiyyəti var. Bu səlahiyyəti həyata keçirmək üçün də yenə qərar qəbul, qanun yox. Yəni bu yaxınlarda amnistiya ilə bağlı qərar oldu Milli Məclisin yeri gəlmişkən. Bir də bələdiyyənin hesabatlarını, bələdiyyə hesabat verir, gəlir, yəni illik hansı məsələlərlə bağlı işlər görülübsə, gəlir Milli Məclisdə hesabat verir. Və hesabat dinlənildikdən sonra, yəni hesabatla bağlı qərar verir Milli Məclis. Yəni bax budur. O qədər sadədir. Yəni siz həm belə həm müsahibə zamanı, həm də test imtahanı zamanı, yəni bax bu görsəz ki, beynəlxalq müqavilələrin təsdiqi, ləğvi, artıq orada biləcəksiniz ki, bu nədir? Baxlı qanundur. Amma deməli hökumətlər arası hərbi deməli harda getdi? Hökumətlər arası müqavilələrin təsdiqi və ləğv edilməsi sırf bax müqavilə təsdiqi ləğvidir. Bununla bağlı yenə qanun qəbul eləsə də bu artıq onun həll etdiyi məsələ kimi müəyyən olunur. Amma burada isə onun müəyyən etdiyi ümumi qaydalar şəklində olacaq. Yəni çünki nəyə görə bunlar? Çünki fərqli məsələlərdir və bu həm vizual olaraq, həm də anlayış olaraq artıq
hesab edirəm ki, siz bunları fərqləndirməyi öyrəndiniz və siz artıq o cümləni görən kimi biləcəksiniz ki, artıq bu nədir? Hər hansı bir vəzifəyə təyin məsələsi aydın məsələdir. Bu qərardır və Milli Məclisin həll etdiyi məsələdir. Amma hansısa sahədirsə, bu sahə ilə bağlı deməli nədir? Dövlət qulluğu görürsünüz. Dövlət qulluğu ilə bağlı nədir? Qanun var. Nə etməlidir? Bununla bağlı qanun qəbul edilməlidir və bu qanun nə olacaq? Onun Milli Məclisin müəyyən etdiyi ümumi məsələ olacaq. Və yadınıza salacaqsınız ki, deməli bu qanun prezident seçkilərinə bağlı deyil, Milli Məclisin seçkilər, Milli Məclisin deputatlarının statusu ilə bağlı deyil, referendumla bağlı deyil. Deməli nə? Deməli bu halda deməli 83 yox, 63 səs çoxluğuna ehtiyac olacaq. Bəli, bu qədər hesab edirəm ki, kifayət qədər vaxt ayırdıq bu iki maddəyə və bunlar sizin qanunu, Azərbaycan Respublikası Konstitusiyasının səhvində bugün danışdığımız maddələrin dərk edilməsinə, yadda saxlanılması, qavranılmasına kömək edəcək. Oldu, hələlik sağ olun. Gələn videolarda əgər bayaq dediyim kimi bu auditoriyanın xoşuna gələrsə, onlar üçün faydalı olarsa, bunu davam etdirməyi planlaşdırıram. Sağ olun.